Yaşad Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhid övladları üçün növbəti qış düşərgəsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin Azərbaycan Hava Yolları, Qapalı Səhmdar Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşdırılır. Naxçıvanda Yaşad Fondunun təşkilatçılığı ilə növbəti qış düşərgəsi təşkil olunubdur. Ağbulaq İstirahət Mərkəzində şəhid övladları xizək təlimlərində, kirşə sürüşlərində və digər qış idman növlərində əyləncəli zaman keçiriblər. 36 iştirakçının qatıldığı düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır. Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. Həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən görülən işlərə həsr olunan filmi izləyiblər. Sonrakı günlərdə iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər. Yaşad Fondu müxtəlif sosial layihələr həyata keçirilir. Qış düşərgəsi o sosial layihələrdən biridir. Biz artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında Ağbulaq İstirahət Mərkəzində qış idmanın növünə marağı olan şəhid övladları ilə biz buradayıq. Onlar xizək sürməyi öyrənirlər, xizək sürürlər, yeni dostluqlar qazanırlar, öz asudə vaxtlarına səmərəli keçirdirlər. Biz hesab edirik ki, bu cür layihələr bundan sonra da davam etməlidir. Çünki bu sosial layihələr insanların sosiallaşmasına, onların dünya görüşünün inkişaf etməsinə öz töhfəsini verir. Hesab edirəm ki, bundan sonra da bu cür sosial layihələr həyata keçiriləcək. Layihələrdən söz düşmüşkən Yaşad Fondu 2026-cı ilin əvvəl olmağına baxmayaraq artıq sayca 4-cü layihəsini həyata keçirdi və bundan sonra da bu cür layihələr həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası olaraq şəhid övladları üçün müxtəlif sosial layihələr və düşərgələrin təşkili üçün dəstək göstəririk. Bu təşəbbüslərin əsas məqsədi onların asudə vaxtlarının səmərəli təşkili və eyni zamanda sosiallaşmasına töhfə verməkdir. Bu dəfə isə biz Ağbulaq İstirahət Mərkəzində Yaşad Fondu ilə birgə tərəfdaşlıq çərçivəsində 36 nəfər şəhid övladının 4 günlük istirahətini təşkil etdik. Əsas məqsəd isə qış idman növünə maraq oyatmaq və eyni zamanda yeni dostluqlar üçün bir əlavə bir mühit yaratmaq idi və biz bunu inanıram ki, bacardıq və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası olaraq bu cür sosial yönümlü layihələrdə daha da fəal iştirak edib, eyni zamanda bundan sonra da dəstəyimizi göstərəcəyik. Mən kapitan Mühid Orucovun oğlu Anar Orucluyam, 14 yaşım var. İlk dəfə bu qış düşərgəsində iştirak edirəm. Ümumilikdə bəyəndim bu qış düşərgəsini. Yaşad düşərgələrində olmuşam, 4-5 dəfə olmuşam. Hamısında da çox bəyənmişəm. Həmişə yeni dostlar qazanmışam. Mən Şəhid Rusif Ağayevin qızı Ağayeva Zəhrayam. Burada Bakıdan qatılıram. Artıq 3-cü gündür ki, buradayıq. Biz burada xizək təlimləri öyrənirik və sosiallaşmağımıza kömək eləyir bura. Yəni çox xoş keçir bizdə burada günlərimiz. Düşərgə çərçivəsində Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında söhbət ediblər. Yaşad Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur. Əli Məmmədov, Rafət Kərimov, NTV Xəbər.